Reading işləyən zaman tərcümədən istifadə etmək lazımdır yoxsa yox? Mən reading oxuyanda tərcümədən istifadə etməməyi tərcih edirəm. Mən ingilis dilində hər hansı bir tekst, hər hansı bir qulaqasma mətn eləyəndə mən tərcümə eləmirəm. Niyə ingilis dilini mən 3 yaşından öyrənirəm. Mənalı ilkində elə Azərbaycan dilini danışanda ingilis dilini tərcümə eləmirsiniz də, sonra elə başa düşmürsünüz. Bəli. İngilis dilində məndə də elə. Ümumiyyətlə readingdə 60 dəqiqədir də mümkün deyil ki, biz 40 suala tərcümə ilə yanaşaq. Düşün ki, bir cümlədir, hər hansı bir cümlədir, biz tərcümə edirik, düzdürmü? Tək bir cümləni başa düşməyə bir 20 saniyəmizi alacaq da, düzdürmü? Təxminən. Və gedib onun mətndə yerini tapıb, mətndə yerini taparaq eləmək yenə də bir 30 saniyəmizi alacaq, düzdür? Sonra da tərcümə eləmək, ortada baxsan ki, 2 dəqiqə, 2 dəqiqə yarım və 3 dəqiqə getdi və bir suala 2 dəqiqədən yanaşsan, salam əleykum. 2 dəqiqədən yanaşsan, nə qədər vaxt edirsiniz? 80 dəqiqə. İmtahan 60 dəqiqədir. Və bəzən də deyirlər ki, yox, tərcüməsiz eləmək mümkün deyil. Amma əslində taktikalar mümkündür. Videolar izləmişdim də, atdım. Nə qədər təsir bağışladı? Yəni strategiyalar gördün? Super. Hələ onları yavaş-yavaş işləyəndən sonra daha yaxşı əldə edəcəksən. Reading işləyən zaman birinci əsas məsələ açar söz taktikasıdır. Burada iki cür açar söz var. Bəzilərinin bilmədiyi clue word taktikası var. Bəzən deyirlər ki, açar sözlər insan adları olur, heyvan adları olur, nə bilim rəqəmlər olur. Bəzən cümlə var ki, orada heç bir hər hansı bir bizə işarə verə biləcək rəsmi bir söz yoxdur. Bu zaman biz anlam wordlərə baxmalıyıq. Yəni bizə bilinməyən, biraz qəribə gələn sözləri seçməliyik cavab kimi. Başa düşdün? Yəni o deməkdir ki, əslində elə ancaq oturum keyword taktikası ilə işləmək mümkün deyil. Hər sualın yanaşması var. True olsun yanaşması var. Məsələn, true olsa belə bir cümlə var. Mən bu maşını çox istifadə edirəm. Mətndə yazır ki, mən bu maşını istifadə edirəm. Tələbə taktika bilməsə, avtomatik true yazacaq. Maşından da söhbət gedir, istifadə. Amma bilmir ki, spesifik söz var orada. Aysa o, zərflərə, xəbərlərə iki hissəyə fikir vermək lazımdır. Readingdə bilinməyən o qədər taktikalar var ki, bunlar hər bir cəhətdən bizə onsuz da kömək edə bilər. İndi gəl başlayaq səndən bir testimizə, tamam mı?